Sen, tek sen burada. Ben diyesen çok yorgunum Kumru. Benim yorgunluğum onlara göre değil. Senin sevgisizliğinde. Niye? Niye biz bir yerde olabilmirik? Niye biz xoşbəxt olabilmirik? Kumru, ben senden ötürü her şeyimi kurban verdim. Her şeyimden geçtim. Beni bir balaca da olsa sev de Kumru. Ne olur, ha? Benim yanımda ol. Ne olur Kumru, ha? Onsuz da buradayım da. Yok. Sen benim yanımda değilsen. Sen çok çok uzaklardasın. Elim çatmır sana, dokuna bilmirəm. Kumru, sen yine benim için bir hayal olarak kalırsın. Niye? Niye bu kadar nefret ediyorsan bana Kumru? Ben gedim yatım. Kumru gitmeden olar. Xahiş ederim seni. Gitme. Gitme Kumru. Axı o seni istemir, hiç istemir Kumru. Eğer sen isteseydi hiç benim kızımla birlikte olardı. Özünü de, beni de yorma Kumru. Biz seninle birlikte çok yaxşı aile olabilirdik Kumru. Unut onu. Unut onu. O seni istemir. Sana nefret eləyir Kumru. Kumru, axı senin gitmeye yerin de yok. Olsaydı çoktan çıkıp gitmiştin. Senin yerin benim yanımda Kumru. Seyran. 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 Oğlum dur. Ne oldu? Ne oldu? Yaxşısan? Ne oldu sana? Hekim çağırım. Klinikaya gidelim. Gel gidelim klinikaya. Gel oğlum. Gel. Kurban olarım. Gel. Hadi. He. Bunu da söylemeliyim. Yo, olmaz Seyran. Biraz da döz kurban olarım. Birazca da döz. Döz balımızdan döz. He. Kurbanım bırak beni. Bırak beni ne olur. Seyran kurban olun yok da yok ne olur bak biraz da dözsen keşif gidecek. Vallahi keşif gidecek. Gitmeyecek. Ne söylemeliyim ben? Ne söylemeliyim? Bırak beni ne olur. Gel gidelim hekime. Bir yerde gidelim hekime. Ne olur bırak beni. Bırak beni çıkın gidim ana. Keçecek vallahi sen keçeceksin İran. Vallahi keçecek. Bak hiç ne kalmayıp. Bak bir iki günde döz. Vallahi yaxşı olacak Seyran. Ana kurban vallahi yaxşı olacak. Bırak beni. Bırak beni gidim ne olur. Bırak beni. Bırak beni. Seyran eleme bunu özüme. Seyran eleme. Seyran. Seyran. Seyran.
Xavər. Xavər. Yatıb qalıb burada ki. Xavər. Burada yatıb qalmısan, dur keç evə. Seyran gəldi. Yox, Seyran yoxdur ki evdə. Ay. Ay, nə bilim, dünən gecə getdi. Mən də onu gözləyirdim, yəni yatıb yuxuya qalmış. Allah bilir indi gecə hara gedib gəldi. Sən ondan əlvüzü, ondan adam olmayacaq ya Xavər. Sən ana deyilsən, hardan biləsən? Yaxşı da elə demək istəmədim. Dedin də day. Problemlərin başımdan aşır. Sən də mənə başa düşdə heç olmasa da, görürsən də nə dərdin içindəyəm də mən. Yaxşı da yaxşı Xavər. Bekar aşağıdadır, Bəbir müəllim xəstəxanaya gedir. Deyim sənə də gözləsin, sən də ged onlarla. Getmirəm mən onlarla, özüm gedəcəm. Ay qız, özün niyə gedirsən? Ged onlarla bir yerdə də. Yox da, salamatı taksidə minib gedəcəm, neynirəm, amma maşına minməkdənsə taksi ilə gedərəm. Yaxşı da dayı, özün bil. Mənə deyir, sən oğlun bir tərəfdə, qızın bir tərəfdə. Mənə analıq dərsi verir. Mən ana olsaydı, mənim uşaqlarım elə olmazdı. Nə olsun, ana döyürəm. Amma səndən yaxşı anayam. Hey, ay Lətifə, hardasan? Gəl, çıx da. Oyandın. Sabahın xeyir. Sabahın xeyir. Qumru, mənə bir çay süzə bilərsən? Özünü niyə süzmürsən, Qumru? İçmirəm. Qumru. Dünənkinə görə məni bağışla. Olur da məndə hərdən belə şeylər. Amma sənə olan sevgimə zərrə qədər də olsa şübhəm olmasın, yaxşı? Harası getmək istəyirsən, gedək. Qızını gedib götürəcəm. Mən gedib götürərəm də, Qumru. Dedim ki, özüm gedib götürəcəm. Çayın da münasibətin kimi bumbuzdur, bumbuz. Sabah xeyir Xavər xanım. Sağ ol. Yəqin siz də xəstəxanaya gedirsiniz. Gəlin gedək. Yox, mən taksi gözləyirəm. Niyə Xavər xanım? Bir yerdə gedək də. İstəmirəm də. Yaxşı, necə istəyirsiniz. Sabah xeyir mənim. Sabahınız xeyir. Gedək. Dünən necə başıma vurmusansa,
ağrıdan səhərə qədər yata bilməmişəm. Neynəməliydin bəs? Neysə. Hara gelsin? Xəstəxanaya. Gel. Gel otur maşına, mən də oraya gedirəm. Gel gedək birlikdə. İstəmirəm, mən taksi ilə gedirəm. Xəbər, yaxşı da. Dedim narahat olma. Gel otur bir yerde gedək də. Xəbər. Bir dəqiqə. Nədir? Nigarın yanında heç nə danışmazsan da. Heç nə deyəndə yəni nəyi? Yəni o alçağı aradan götürmək istəmişəm. Belə söhbətləri də. Deməli boynuva alırsan da. Yaxşı da Xəbər. Sözdə də baxma sənə. Görmürsən, uşağın hələ hal özündə deyil. Güya desəm nə olacaq? Onsuz da uşaqlarının gözündən düşmüsən düşdüyün qədər. Yenə başladı da bu. Keç. Mənə görə narahat olma, özüvə görə narahat ol. Oyaqsan qızım? Hə ana, gəlin. Kızım, yaxşısan, özünü necə hiss eləyirsən? Yaxşıyam. Telefonum hardadır? Telefonumu istəyirəm. Kızım, bax, mən elə indi həkimindən danışdım. Dedi ki, sənə yaxşıca dincəlmək lazımdır. Neyinirsən evi telefon zadı? Heç nə eləməyəcəm. Baxacam elə belə, bəlkə kimdənsə zəng gəlib. Narahat olma, biz çıxanda deyərəm, gətirib verərlər. Kimdənsə zəng gözləyirsən, istəyirsən mənim telefonumu verim, danış. Qədirdən. Narahat qalacaq mənə görə. Nigar. O adamdan sənə xeyir gəlməz qızım. Niyə ata? Sevə bilmərəm mən. Elə şeyləri xahiş edirəm, dilinə gətirmə qızım. Gətirmə elə şeyləri dilinə. Sən onun arvadını əlindən almısan deyə. Nigar. Bəbir, çıx çölə. Qoy cavab versin də. Çıx çölə. Qızım, ondan sənə fayda gəlməz. Yadından çıxartsan yaxşıdır. Ana sən də. O çox yaxşı adamdır. Tanımırsınız onu. Bilirəm yaxşı adamdır. Sənə uyğun deyil qızım, sənə uyğun deyil. Başa düşmürəm, niyə bu qədər zəhləniz gedir ondan? Məsələmiz indi o deyil. Əsas sənin vəziyyətində. Başa sala bilirəm səni. Nə olar qızım, heç kəsə görə özünü bir də bu hallara salma. Mən sevirəm onu. O da məni sevəcək. Mane olmayın bizə. Nigar, Nigar.
Qardaş bəlkə kofen ola. Oo, xoş gəlmisən Seyran. Xoş gördük. Necəsən? Şükür, sən Keç əyləş, necəsən? keç. Yaxşıyam şükür. Belə incə açmışıq, bir 5-10 dəqiqə hər şey hazır olacaq. Necəsən, neyirsən? Elə də inarsan səhərdən bir dənə açıq yer tapa bilmirəm. Nə yaman tez durmusan? Özə sənin yatıb dincələn vaxtındır. Yatasan ki, bu canından çıxsın. Yatmaq nədir? Gecə qarışıb gündüzə, gündüz qarışıb gecəyə. Niyə? Zəhrimar çıxmır da mənim canımdan. Alınmır. Bacarmıram özümü. Ha, bu zəhrimardan asanlıqla qurtarma olmur da. Bizim bir qonşu var idi. Yalan olmasın, bir ay qədər heç nə eləmədi. Ha, sevinirdi ki, vəssalam da canımdan qurtardı. Sonra biraz pul sıxıntısı oldu, problemləri oldu. Təzdən başladı. Birinin üstünə 5 qoydu. Bir aylıq əziyyətdə çıxdı getdi. Nə deyirsən? Bilirsən ki, cəhd eləməyim. Yox, onu demirəm. Yəni, əziyyətin boşa getməsin də, təslim olma. Alınmır. Fakt qardaş alınmır da məndə. Bacarmıram özümlə. Bilmirəm nə edəcəm heç. Bax, Seyran, hamının pis vərdişi var. Nə bilim, birinin pis vərdişi paxıllıq eləməkdir, birinin pis vərdişi, nə bilim, torba tikməkdir, ara vurmaqdır. Amma onlar səhvinin fərqində deyil. Kimsə də qıraqdan nəsə deyir, yoxsa siz səhvsiz mən düzəm. Amma səndə bir şey yaxşıdır ki, sən səhvinin fərqindəsən. Başa düşürsən? Amma sənin özündən zəhlən gedir. Özünə güvənmirsən. Dildə sağalacam desən də ürəkdə inanmırsan. Elə bir sağalmağı özünə layiq bilmirsən. Bax, mən psixoloq deyiləm. Amma psixologiya kitablarını çox oxumuşam. Sən də problem bilirsən nədir? Bax, sən insanlara əsəbləşirsən, amma onlara cəza verə bilmirsən. Sonra bütün acığı özündən çıxırsan. Başlayırsan bu zəhrimara. Ne oldu? Ne deyir kızım? Heç nə, öz aramızda söhbət eləyirdik. Xavər. Bak indi gördüğüm ben düzelirdim. Onu aradan götürme istemişim. Məsələ vurub öldürməklə həll olunmur. Bəs neyniyək, nə? Biri geçsə, kızım bağlanacaq o alçağa. Gecdir artıq, bağlanıb. Ay Allah. Neyniyim ben ha, neyniyim? Gedim o əclafın beynine bir güllə çaxım, canımız qutarsın bunun əlindən. Ha, get vur öldür Qədiri. Sonra qızın da geçsin özünü öldürsün. Bilirsən ki, həssasdır. Yaxşı, görüm neynirəm. Axırıncı dəfə danışacağım o gədəylə. Qoy rədd olsun. Bir də Nigarın qarşısına çıxmasın. Yox, əgər qanmazsa, onda məndən günah keçdi. Məncə başa düşər. Özü də peşman olub. Sən danış, sonra lazım olsa mən də danışaram. Hədə, sənin də əlinə fürsət düşüb, gedib Nasimlə görüşürsən. Nasimin bura nə aidiyyatı var? Nə bilim, ürəyinizdən keçənlərlə söhbət eləyirsiniz, neynirsiniz? Sənə nə dəxli var? İstəyərəm gedərəm, söhbət eləyərəm, dərdləşərəm də Nasimlə. Nigahlı kəbinli arvadını deyirəm, sənin mənim üstümdə söz haqqın da yoxdur. Ay qız, heç olmasa uşaqlarından utan, özün boyda oğlun, qızın var sənin. Sənin də özün boyda oğlun, qızın vardı da. Gətirdin yad qız uşaqların yaşadığı evə.
Amma bilirsən, nəyə hevsləndiyim sənə görə. O qadını özünə arvad eləyə bilmədi. Sensiz yollarda kalıp gözlerim intizardayım ya gel gel. Ahdi unutma görüşelim tek bir bahardayım ya gel gel. Sensiz yollarda kalıp gözlerim intizardayım ya gel gel. Ahdi unutma görüşelim tek bir bahardayım yar gel. Defadarım benim ilk baharım benim. Eşkinde görmüşem saadetimi. Menden dönsen eğer ayın güneşimsin, gönül verdiğin garu mehabbetimi. Kızım. Necə darıxmışdı. Onda sanmışım. Yaxşısan? Ana, Hay canım. həmişə ataya demişəm ki, anam da gəlsin. Amma deyib ki, sənin anan burada qalmamalıdır. Sən o pis evdə qalmaq istəyirsən ki? Bəs onda niyə gəlib bizim yanımızda qalmışsan? Bu sualın cevabı atamdadır kuzum. Məndə yox. Ata, Can. Heç məndə də yoxdur Qumru sualın cavabı. Yaxşısı budur özün cavab. Mənim daha bu uşağa verəcək cavabım yoxdur. Qədir, Qumru, uşağı aparmaqdan danışacaqsansa ümumiyyətlə ağzını bağla. yox. Elə bir şey deməyəcəm. Uşaq elə səndən qalsa yaxşıdır. Doğrudan. Nə oldu ki birdən? Uşağa vaxtında yemək ver, arıqlayıb. Hə Qumru, uşaq bir gün mənlə qalmaqla arıqladı. Sən sualıma cavab ver. Nə yaxşı belə razılaşdın ki? Bəbir yaxşı deyil. Ağlı gedib. Narahat olma, sənin də ağlın yerində deyil. Qədir, mən ciddiyəm. Adamın psixi problemləri var. Öz-özünə danışır. Cahangir. Ay Cahangir, çaylar soymamış gel. Ve. Bu ne güzellikti seher. Sabahın xeyir. Hə, sər istedim seni biraz sevindireyim. Yan görün. Bu dadı neçə ildir? Bağırsan için yok diye adi şeydi. Yumurta çörek.
Ama alındıra bilmirdim. Ne inirdim sen kimi alınmırdım. Bilirsən necədir? Ümumiyyətlə evdə qadının olmağı başqa şeydir. Kadın var idi, pulla adam tutmuştum. Gelirdi, yığıştırırdı, pişirirdi, düşürürdü. Ne olsun? Senden sonra bu evi yuvaya çevirebilmedim. Səndən sonra mən də elə yuvasız qaldım. Nəysə, çayı ver. Yadımdadır, həmişək kimi 5 qaşıq. Siz ne cevap versin demedin. Bu qədər şəkər ziyandır, sən axırda şəkər xəstəsi olacaqsan. Şekerden başka her şeyi tuttum. Sen gitmeyin. Ondan da ağır oldu. Nə oldu? Bəs bağışlamışdın məni. Kabul eləmişəm. Ama bağışlamak belə tez olmur değil mi? Nədir sen illerin yarasını 2 güne sağaltmaq istəyirsən? Sən başa düşmürsən. Sən elə bilirsən mən daşdanam da, hə? Mənim ürəyim yoxdur da. Sən elə bilirsən ki, bu həyatda əzabı, əziyyəti bir tək sən çəkmisən. Cahangir, mən də çox əziyyət çəkmişəm. Amma hər dəfə işlə başımı qatmışam. İndi işləyə bilmirsən, hə? Necə, yəni başa düşmədim. Deyirəm, yəni işləyə bilmirsən, hə? Pulun qutarıb ona görə qayıtmısan. Sən niyə hələ də mənə inanmaq istəmirsən, hə? Yəni sən görmürsən ki, mən əlimdən gələni eləyirəm, çalışıram. Yəni sən hiss eləmirsən ki, mən nə qədər peşman olmuşam, hə? Hiss olunmur bunlar. Yaxşı, çörəyini uşaq durdu, dedim, geyindirim gəlsin, o da yesin. Mən geyindirməsəm geyinmirik. Oğlum! Sen güya bilmirdin ki o normal insan değil. Onun elədiyi hərəkətləri sağlam insan eləmə. Onu bilirdin axı. Onsuz da nə desən başa düşməyəcəksən. Heç başa düşmə də. Layla! Layla, gəl bura. Gəl quzum, gəl. Tərləyəcəksən. Gəl otur yanımda. Çox oynama. Ata, telefonunu verərsən. Telefonumu? Oyun oynamak istiyorum baba. Yok ya. Şəkil çəkdirək. Çəkdirək. Ata, biraz yaxın gəl. Düşmürsən. Biraz da. Nigar kimdir? Ver atalım. Ha Nigar. Ana, Ay canım. Nigar xala kimdir? O qorxulu xala var ya, o. Hə, odur. Atamı hardan tanıyır ki? Bilmirəm quzum, bilmirəm hardan tanıyır. Amma görünür yaxşı tanıyır. Umur ben getməliyəm. Uşağı gəzdirirsən, sonra aparırsan İslamgilə. Axşam gəlib özüm götürəcəm İslamgilə. Nigarla görüşməyə gedirsən? Başqa işlərim də var. Yaxşı, get. Tələs, çox gözlətmə. Dediyim kimi, uşağı aparıb qoyursan ora. Başqa şeyləri ümumiyyətlə ağlımdan keçirtmə. Yaxşı da dedim, aparmayacağım. Çox gözlətmə, get.
Mən bilmirəm, Hə. sən bunun içinə nə qatırsın. Deyəsən, indi bunun alidəçisi olacam mən. Ya da ki, söhbətin maraqlıdır. Başqasına məsləhət verməyə nə var ya? Məndə də vəziyyət qərizdir. Doğrudan et. Nə oldu o məsələnin axırı? Nerede qaldı? Neysə. Qız ailəlidir. Ailəli deyəndə ki, məhkəməyə müraciət edib, boşanmaq üzrədir. Vəziyyət doğrudan da qəlizdir. Hə, çox qəlizdir. Mən də bu söhbətlərə görə yaxın dura bilmirəm. Təbii olaraq o da özünə yaxın buraxmır məni. Nədən? Bilmirəm necə olacaq. Məhkəməni gözləyim görüm. İnşallah yaxşı olar. Tək yaxşı olsun. Bilirsən, bu elə məsələdir ki, insan bu haqda heç bir məsləhət də verə bilmir. Elədir Seyran. Üzr istəyirəm. Şimdi olur. Hə, Qədir. Yaxşıyam, nə olub ki? Anam nəsə deyib? Yo, narahat olma, qaydasındadır hər şey. İndi birazdan gedib dəyəcəm evə. Yaxşı, görüşərik sonra. Hələlik. Elçin, mən gedim. Mən Interpoldan axtarışa veriblər. Anam da yəqin ki. Açın emirsən, qoy cibinə. Yox. Elə olsun ki, tez-tez gəlib gedə bilək də. Sağ ol. Çox sağ ol hər şey üçün. Yaxşı ol. Görüşərik. Hələlik. Hələlik. Eyma, mən çıxıram. Uşaq sənə əmanət. Hara gedirsən? Gedim işə, bəzi əşyalarım qalıbsa orada. Qalmasın, gedim onları götürüm. Sən də işsiz qaldın, ha? Narahatım. Məni batıra bilməzlər ki. Dəyirmanın bu başından ölü buraxsalar, o tərəfdən deri çıxacaq. Bir ömür boyu sizi saxlayacaq qədər imkanım var. Bilirsən, mən əslində belə şeylərin fikrini eləmirəm. Mənə maraqlı olan sizsiz. İstəyirsən inan, istəyirsən inanma. Mən səninlə quru çörək yeməyə də hazıram. Yetər ki, sən bizim yanımızda ol. Neyse, getdim. Ne lazım olsa yazarsın. Cahangir. Get, sağ-salamat get. Belə yola salmağın üçün də arıqmışdım onu. Getdim, evə nəsə lazım olsa yazarsın. Yaxşı, sağ-salamat. Hələlik. Çaylar gəldi. Niyə əziyyət çəkirdin ay Mələk? Nə əziyyət, xoş da Qumru. Çox sağ ol. Ay Qumru, niyə bu qədər ürəyibə salırsan? Sənin acıq çıxmaq üçün qəsdən belə eləyir də. Gözümün qabağında əgər Qədir ona zəng eləsəydi, deyərdim ki, acıq çıxır. Amma qız bunu həmişə zəng eləyir. Bunu da yanında elə vurulub. Hə, onda sən bu işi boş buraxma, ha. Yoxsa qız sənin əlindən alacaq onu. Mənimdir ki, əlindən alsın. Yəqin Qədirində Nigardan xoşu gəlir ki, məndən barışmır. Yenə başladın da boş-boş danışmağa. Hamı bilir ki, Qədir ölür sənin üçün. Əvvəllər hə. Xeyr, mən İslamdan danışmışam. Qədir hələ də səni sevdiyini ona deyib. Amma sənlə barışmağı üstünə sığışdıra bilmir. İndi öz aramızda danışırıq da, Qumru. Sən bilirsən ki, nə olur olsa mən həmişə sənin yanındayım, sənin tərəfindəyim. Bir özün fikirləş də. Bütün məhəllədə adın bəbirlə çıxıb, onun evində yaşayırsan, sən. Bu qədər olub keçəndən sonra hansı kişi bağışlayar arvadına? Mən bunları danışıb sənin keyfini pozmaq istəmirəm. Əksinə istəyirəm ki, sən ümidi itirməyəsən. Qədirə görə sona qədər mübarizə aparasan. Amma onu da başa düşdü.
İncimə ondan. Yaxşı, mən gedim. Hara gedirsən? Çay içərdin də? Yox, tələsirəm, sonra içərəm. Hara gedirsən? Bu arz aparmağa. Ana. Ay ana. Gəldim mən. Seyran. Hə. Ay Seyran. Anan yoxdur, gedib xəstəxanaya bacımın yanına. Yaxşı, gedim onda onların yanına. Ay Seyran, gözlə. Məktub gətirib, kuryer sənin üçün. Nədir bu? Bilmirəm, açıb oxumamışam ki, özün oxula. Nədir? Oyanmısan necə? Hə. Necəsən, yaxşısan? İndi yaxşıyam. Nigar, mən bilirəm, böyük səhv elədim sənə qarşı. Buna görə də özümü bağışlaya bilmirəm. Mənim də qız evladım var, Nigar. Mən doğrudan pis insan deyiləm, mən belə fikirlərlə yaşayan insan deyiləm. İstəmirəm mən pis xatırlayasın. Bağışla məni. Mən səni bağışlayıram. Bağışlayıram səni çünki sevirəm səni. Qədir, nə olar ayrılmayaq. Çox sağ olun ki, mənə vaxt ayırdınız. Mən bilmirəm kimə ağız açım. Hər yerdən əlim üzülüb. Düşündüm ki, bəlkə siz mənə kömək edə bilərsiniz. Biz tanış olmasaq da, mən sənin haqqında hər şeyi bilirəm. Buyur, eşidirəm səni. Düzdür, mən çox böyük bir səhv eləmişəm. Niyyətim yaxşı olsa da, məni bağışlamaq olmaz. Amma mən ailəmi geri qaytarmaq istəyirəm. Qədirə böyük dəyər verirəm. Nəsim müəllim, mənə kömək edə bilərsiniz. Yolların çay kimi axar görəsən, üstünə yağışlar yağar görəsən, səninə yandırıb yaxar görəsən, özü öz külündən dirilən adam. Qəlbini səmaya aça bilərsən, içindən min işıq saça bilərsən, nə qədər bacarsan qaça bilərsən, günahın əlindən dirilən adam. Sıyrılıb hər dəfə günah səsindən, qurtuldub xəyanət qəhqəhəsindən, hansısa bəstəkar zümzüməsindən, bir şair dilindən dirilən adam. Keçər gecələrin kədərlə birgə, ümidin yaranar qəhərlə birgə.
qalxarsan səhərlə birgə, günəşin içindən dirilən adam.